çox gözəl çaydır. Həyatımda çoxlu çaylar içmişəm. Çox. Amma belə gözəl, qəşəng, ətirli çay içməmişdim. Amma adını sizə deməyəcəm. Hələlik deməyəcəm. Deməli, bu çay elə belə çay deyil. Sizin bütün verilişlərinizdə elə ulduzlar deyir ki, hər şey belə dadlı çaydır, belə ləzzətli çaydır. Biz elə getdik, aldıq, dadına baxdıq. O vaxtdan elə ofisdə bu çaydan dəmləyirik, nuşcanlıqla içirik. Bu çayın adını növbəti verilişlərdə öyrənərsiniz. Nuş olsun. Yorulmaram, min yol desem güzellerin güzeli sen. Teravetin solsa bile yine benim kalbimde sen. Talih menden üz çevirse, aramıza siper çekse, hayatıma qəsd eylese. Can bir cisim... Çay sevən deyiləm. Amma bu verilişdə bu çayı çox təriflədilər və məsləhət gördülər. Gözəl imiş, deyildiyi kimi var. Bundan sonra bəlkə çayı sevdim bunun hesabına, amma adını deməyəcəm. Adı gələndə. Talih məndən üz çevirsə, aramıza siper çeksə, hayatıma qəsd eyləsə. Mən ulduzlu qonaq verilişinə baxmışam dəfələrlə və verilişimizin qonaqlarına Eldar müəllimi, Samirə xanım da belə gözəl çay içirdilər. Mən də onlara baxdım, bu çaydan aldım və ondan elə, o vaxtdan elə həmişə bu çay içirəm. Çox ləzzətli, çox tamı gözəl, əla bir çaydır. Amma adını deməyəcəyim. Dedim, hep özledim, dua ettim, masaldın, gerçek oldun, beni buldun. 100 yıllık yalnızlığın bitmesine benziyordun, bana geldin, benim oldun. Kimse bizi anlamaz, hayatta böyle sevgi yok. Hiç olmadı bize kadar. Seni seviyorum. Əla. Verilişə baxırdım. Verilişin bütün qonaqları, hər kəs gəlirdi burada bu çayı tərifləyirdi. Mən də ümumiyyətlə çay dəlisiyəm. Çaysız, nə bilim, təsəvvür eləyə bilmirəm bir günümü. O qədər təriflədilər ki, mən də bu çayı tapdım və o vaxtdan bu çayı mən içirəm qəşəng. Amma mən də sizə deməyəcəyim bu ne çaydır. Bu sirr olacaq, amma çox dadlı çaydır ya, bilin. Seni seviyorum. Masallardaki hayat gibi
gibi, şarkılar ve romanlar gibi. Çay başqa bir aləmdir, sözsüz. Mən bu verilişə baxanda, mənim dostum Eldar Mansurov idi o verilişin qəhrəmanı. O da bu çaydan içirdi və onun çox xoşuna gəlmişdi. Və mən bilirəm hansı çaydan istifadə olunub və həmin o çaydan mənim üçün dəmləyiblər, amma hansı o çaydır mən o barədə açıqlama verməyəcəyim. Nəhayət çayda gəldim. Bizim Azərbaycanlılar çayı çox sevirik. Xüsusən də mən. Və mən fikir vermişəm ki, sizin verilişdə hamı bu çayı içir və çox tərifləyir. Mən də öyrəndim bu çayın adını, aldım və çox böyük ləzzətlə bu çayı içirəm. Amma sevimin, çünki bu çayın adını sizə deməyəcəm. Bax belə. Deyirlər, çox dadlı bir çaydır. İndi mən də yəqin ki, dadına baxıb, mən də bu çaydan böyük bir zövq alacağım. Tam bu fikirdə olacağım. Necə ki, digər başqa verilişlərdə mənim sənət həmkarım, çox sevdiyim xanım və müğənni Sevda xanım Ələkbərzadə dediyi kimi, Eldar Mansurov çox sevdiyim, hörmət etdiyim, həm bəstəkar, həm dostumuz, ailəlikçi olan dostumuz çox tərifləyirlər bu çayı. Ələxsus Sevda xanım yaman təriflədi. Hər halda Sevda xanım tərifləyirsə, deməli, doğrudan da yaxşı çaydır. Ümumiyyətlə, mən çayı çox sevirəm və çaya çox böyük bir diqqət yetirirəm. Çalışıram, gözəl çaylar alam, keyfiyyətli çaylar alam. Yəqin ki, bu da o çaylardandır. Bu sevginin dərgahına özəlinlə apar məni. Çox dadlı çaydır, çox. Bir balaca səbir etsəniz, gələn verilişlərdə mütləq bu çayın adını biləcəksiniz. Mən əvvəllər çay içmirdim. Əvvəllər qəhvə içirdim hər səhər. Sonra yaxın bir rəfiqəm mənə bu çay məsləhət gördü. Bu çay mənim həm sağlamlığıma, həm də səsimə çox xeyirlidir. Amma bu nə çaydır? Hələ ki demirəm.